Salam yoldaşlar, hədəfin quiz izahlarına davam edirik. Növbəti izahımız DQT nömrə 26 işıq kvantasıdır. Başlayaq. 1. Üzərinə düşən istənilən tezlikli şüalanma enerjisini tamamilə udan cisim qara cisim adlanır. 1-ə uyğundur C variantı. Mütləq qara cisim. Müstəqil qara cisim yazıb mütləq qara cisim olmalıdır. 1-ə uyğundur C variantı. 5-də fotoobyektin qırmızı sərhədinə uyğun gələn dalğa uzunluğu, işığın dalğa uzunluğu asıl qrafiyi necədir? Qırmızı sərhəddə uyğun gələn dalğa uzunluğu, tezliyi və çıxış işi dalğa uzunluğundan, tezliyindən, sonra kinetik enerjidən, saxlayıcı gərginlikdən bunların heç birindən asılı deyil. 5-ə uyğundur A variantı. Sonra ikinci sual. Hər bir şüalanın işıq kvantum enerjisinin dalğa uzunluğu asılı qrafiyi necədir? Enerjinin dalğa uzunluğu asılığı Y bərabərdir düsturu HC bölünsün lambdadır. Yəni tərs prinsipi bastıdır. 2-ə uyğundur A variantı. 6. Fotoelektronların kinetik enerjisinin düşən ışığın tezliyinə asılı qrafik verilmişdir. Qırmızı sərhədə uyğun dalğa uzunluqlarını müqayisə edin deyir. Burada dalğa uzunluğu tezliklə tərsdir. Yəni enerjidə 1-ə doğru getdikcə, daha doğrusu gərginliyin qiyməti artdıqca, burada görürəm ki, U1 U2-dən böyükdür, o da böyükdür U3-dən. Ona görə də tezlik də yenə Nu1 böyükdür Nu2-dən, o da böyükdür Nu3-dən. Və gərginliyin qiyməti artdıqca tezliyin qiyməti artır. Dalğa uzunluğu isə bundan tərs olduğu üçün olacaq lambda 3 böyükdür lambda 2-dən, yəni tərsi. Lambda 1 kiçikdir lambda 2-dən, o da kiçikdir lambda 3-dən. Bu şərt də harda ödənilir? C variantında ödənilir. Tezlik artdıqca gərginlik artır. Yəni 1-dəki gərginlik böyük olduğu üçün tezlik də ən böyük olur. 3-də isə ən kiçik olur. Bunun tərsi isə dalğa uzunluğudur. Çünki dalğa uzunluğu tezlik bir-birindən tərs aslı kəmiyyətlərdir. 3. Fotoeffekt zamanı 3 dəfə işığın intensivliyini artırdıqda fotoelektronların maksimal kinetik enerjisi dəyişər. Maksimal kinetik enerjisi tezlikdən asılıdır, işığın intensivliyindən asılı deyil, yəni dəyişməz. 3-ə uyğundur A variantı. 7. Aşağıdakı xassələrdən hansı fotona aid deyil? Sərbəst halda foton davamlı zərərcidir. Doğrudur. Foton elektrik cəhətdən neytraldır. Doğrudur. Foton enerji şalanma tezliyi ilə mütənasibdir. Bu da doğrudur. Fotonun sükunət kütləsi var. Xeyr, yoxdur. Foton impulsa malikdir. Bu da doğrudur. Cavabımız olacaq 7-də D variantı sükunət kütləsinə malik deyil. 4. Elektrodun səthinə düşən işığın intensivliyini 200% artırdıqda 200% artırma neçə dəfə artmalıdır? 3 dəfə artmalıdır. Bu zaman doyma cərəyan şiddəti necə dəyişər? Doyma cərəyan şiddəti işığın intensivliyi artdıqda doyma cərəyan şiddəti də artır. Yəni 3 dəfə artmış olacaq. Burada cavabımız olacaq A variantı. İşığın intensivliyi nə qədər artırsa, doyma cərəyan şiddəti də o qədər artır. Keçirik növbəti səhifəmizə. 8. İşıq vakuumda mühitə keçir, onun dalğa uzunluğu və tezliyi haqqında nə demək olar? Deməli, bir mühitdən digər mühitə keçdikdə tezlik period dəyişməz. Yəni, burada qeyd edəsəm, dəyişənləri götürürük, dəyişənlər deyil, C deyil, Y deyil. Və dalğa uzunluğu necə dəyişər? Vakuumda mühitə keçdikdə sındırma əmsalı artır, çünki vakuumda sındırma əmsalı ən kiçik idi. Mühitə keçdikdə sındırma əmsalı artır. Sındırma əmsalı artdığı üçün dalğa uzunluğu lambda bərabər lambda sıfır bölünsün n. Sındırma əmsalının tərsidir. Dalğa uzunluğu deməli azalacaq. Dalğa uzunluğu azalar, çünki sındırma əmsalı artdı. Tezlik isə bir müddətdən digər müddətə keçdikcə dəyişmir. Sabit qalır. 8-də cavabımız olacaq D variantı. 12. Kalium üçün fotooeffektin qırmızı sərhədi 16 mikrometr dalğa uzunluğuna malikdir. Kaliumdan elektronların çıxışını hesablayın. Çıxış işi bərabərdir. HC bölünsün lambda max. Yəni H-ı 6,6 -34 Planck sabiti, işıq sürəti 3,8 və qırmızı sərhədə uyğun dalğa uzunluğu da 10,6 mikrometr, yəni 10⁻6-dır. Buradan da ixtisalarımızı aparsaq, 10,6, 3, 2, 6,6, 3,3 vurulsun, 10⁻19 joule qalacaq. 13. Çıxış işi 4 elektron volt olan metal üzərinə 7 elektron volt enerjili foton düşdükdə qopan elektronun kinetik necə elektron volt olar? Fotoeffekt üçün Einstein tənliyi Y foton bərabərdir A çıxış plus Y kinetik max. Yəni
Burada qopan elektronların kinetik enerjisi Y kinetik max bərabərdir Y foton çıxılsın A çıxışdır. Yəni 7 elektron voltdan çıxacam 4-ü camımız eləyəcək 3 elektron volt. 9. Voltampер xarakteristikasına görə cərəyan şiddətlərini müqayisə edin deyir və variantları burada qeyd edib. Deməli, burada getdikcə 2-dən 3-ə doyma halı baş verdiyi üçün 2 və 3-də cərəyan şiddətləri bir-birinə bərabər olacaq. Cərəyan şiddətinin qiyməti getdikcə artır, 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 artır və artıq 2-3 halında doyma halı baş verir. Yəni cərəyan şiddətinin qiyməti dəyişmir. Onda cavabımız olacaq burada B yox, C variantı. Bir əngsikdir burada. Qiymət getdikcə artır və 2-3-də doyma halı baş verir və bu doyma halında cərəyan şiddətlərinin qiyməti bir-birinə bərabər olmuş olur. Sonra keçdik 10-cu suala. Fotoeffekt zamanı fotoelektronların maksimal kinetik enerjisini udulan işığın tezliyindən asılı qrafik verilmişdir. Bu zaman elektronların metaldan çıxışını deyir hesablayın. Hesablayaq. Burada A çıxışı tapacağam H nu minlə. Yəni H-ı 6 vur 10 üstü mənfi 34. Nüsü də bu qiymətdir elə. 2 vur 10 üstü 14 qeyd olunub burada. Bu da bizə verəcək neçə? 1/2 12 vur 10 üstü mənfi 20. Yəni 1/2 vur 10 üstü mənfi 19 sol. Yəni B variantı. Bu qırmızı sərtə uyğun gələn daha tezliyidir. Yəni Newmin bu qiymətdir. 2 vur 10 üstü 14-dür və onun Planck sabitinin qiymətindən vursam, yəni 6 vur 10 üstü mənfi 34-də mən çıxışının qiymətini tapmış olaram. 14. Fotoeffekt xassəsi zamanı metal üzərinə düşən işığın tezliyini sabit saxlayıb tezliyini artırsaq nə baş verər? Tezlik azsa kinetik enerji artır. Kinetik enerji tezlikdən asılıdır. Və başqa impuls da artar. Tezliyi artırsaq maksimal impulsu artmış olar. Çünki impulsun üstünlüyü necədir? P bərabərdir Y bölünsün C. Y-nin yerinə yaza bilərəm. H-nin bölünsün C. Görürəm ki, tezlik artsa impulsun da qiyməti artmış olar. Sonra növbəti sualımız 11. Amperi vurmuşam volta, bölmüşəm Newton vur metrə bizə hansı qiyməti verər? Newton vur metr elə joldur, düzdürmü? Jol nəyin vahidi? İstilik miqdarı. Yəni Q bərabər belə bir düsturu vardı istilik miqdarının IUT. Yəni Newton vur metri elə jollu, yəni I amper vur U volt vur T zaman. Saniyə kimi də yaza bilərəm. Onda yuxarı elə amper vur voltda, aşağı olur amper vur volt vur saniyə. Hamısı qısa gedir, nə qalır? 1 bölünsün saniyə. 1 bölünsün saniyə nəyin vahididir? Tezliyin vahididir. 11-də C variantı. Keçin növbəti sualımız 15-ə. Nədir 15-də? Son sualımız. Verilmiş katodu nü bərabər nümin, nü bərabər 6 nümin, nü bərabər 8 nümin dalğa uzunluğu şalanma ilə işıqlandırdıqda fotoelektronların maksimal kinetik enerjisi nəyə bərabər olar deyir. Misal üçün, birinci halda düsturumuz nədir? Düsturumuz odur ki, Y kinetik bərabərdir. Y foton çıxılsın A çıxış. Burada gələ bunu bir-bir yazım bir dəqiqə. Necə yaza bilərik bunu? Əgər birinci hal burada. Əgər H nümindən 4 dəfə böyükdürsə, hər dəfə H-a vursaq, H nü bərabərdir 4 H nümin olur. H nü foton enerjisidir. H nümindən çıxış gedir. Deməli, Y foton 4 dənə çıxışdır birinci halda. Kinetik enerjini tapsaq buradan, maksimal kinetik enerjisi nəyə bərabər olar? Kinetik enerjinin ifadəsi də hamısı üçün, burada qeyd eləmişdim. Maksimal kinetik bərabərdir. Foton enerjisi çıxılsın A çıxış Einstein təliminə görə. Yəni burada birinci üçün misal üçün Y foton 4A çıxışdırsa, onda bu olacaq Y kinetik max bərabərdir 4A çıxış çıxılsın A çıxış. Bu olacaq 3 dənə A çıxış. Yəni 3 H nü min olacaq. Yəni 1-ə uyğundur C variantı. 2-də 2 dəfə böyükdürsə, ikincini burada qeyd edəsiz. Onda
Foton enerjisi də çıxış işindən 2 dəfə böyük olacaq. Bu zaman eyni qayda ilə. Bu zaman kinetik enerjini tapsaq artıq 2A çıxısına çıxış olacaq. A çıxışa bərabər olacaq, yəni H nömrəyə 2 uyğundur. Bir dəqiqə. Burada 2 demir, bu 6 deyil. Bu 6 olsa 6A çıxısına çıxış qalacaq 5A çıxış. Yəni əmsalım artıq 5 olacaq. 2 uyğundur D variantı. Yəni əmsal necə oldu? Bir vahid azaldı da. Birincidə C variantıdır. 4 qatıdırsa 3H nömrəli olur. Biri çıxılır. 2-də misal üçün D variantı. Çünki 6 əmsaldırsa biri çıxıldı, 5-ə qaldı. 3-də də yəqin ki, cavabımız olacaq Y variantı. Çünki burada görürəm ki, foton enerjisi çıxış işindən 3-cüdə. 8 dəfə çoxdur. Onda kinetik enerjini tapanda artıq 8 dənə A çıxışdan çıxacağım. A çıxışı qalacaq 7 A çıxış, yəni 7 H nömrəyə bərabər olmuş olacaq. 3 uyğundur Y variantı. 1-ə 2 idi, 3-ə Y. Tezlik minimal tezlikdən neçə qədər çoxdursa, foton enerjisi də çıxışdan o qədər çoxdur və kinetik enerji tapanda foton enerjisindən çıxıram çıxış işini. Bu qayda ilə tapılır. İzah bu qədər yoldaşlar. Növbəti izahlarda görüşəndə özünüzdən müğayət olun.